Mən 5 ildir texpasportu göstərəcəm. Bizə dəqiqə səbrin olsun. Gün deməli 29-u dekabr. Lexus markalı avtomobillər rədd oldu da. Lexus markalı avtomobil. Buna deyirlər ki 133 manat 98 qəpiklik yanacaq gelib. O texpasportu da gətirim göstərəcəm. Biraz öncə də 20 manat az petroldan yanacaq vurmuşam. 20 manatlıq yanacaqla az petroldan çıxmışam. 20 manat onda hara getdi? 135 manatlıq yanacaq gelişdi. 2006-nın 9-cu ayı. Bura gələrsin. Sən düşmə bax. Avtomobil neçənci ildən adıma keçib, baxın. Ala şəxsiyyət vəsiqəmi. Yox, bax, xahiş edən bax. Bu da mənim şəxsiyyət vəsiqəmi. Bax, həmən adamam, Yusufov Oqteşəmki olan o. Neçənci ildən adıma keçib? 24-ü 8-ci ay 2020-ci ildə. Mən özüm də icra nümayəndəsiyəm, dövlət qulluqçuyam. Mənə yaraşmaz ki, mən duram, sizə nəsə yalan danışam. Sadəcə mənə əsəbləşdirən qərəz gələn odur ki, mənim avtomobilim indi nətər oldu, onda o az petrol bizə yalan danışır, 20 manat vurub.